Herkese salam. Davam edirik. Müəllifi Cəmal Kərimov olan biologiya fənnindən Respublika fənn müsabiqələrinin hazırlıq vəsaitinin bölmə 2 sınaq üçün izahı ilə. İlk sualımızla başlayaq. Hansı bitkilərdə yarpağın işığa qarşı dönməsi daha çətindir? Biz bilirik ki, yarpağın işığa doğru çıxarılmasında bitkinin gövdəsi və yarpaqların sahib olduğu saplaqlar iştirak edir. Əgər bir bitki saplaqsız yarpaqlara sahibdirsə, onun işığa doğru dönməsi çətinləşir. Cökə, ağcaqayın, toz ağacı kimi bitkilər saplaqlı yarpaqlara malik olduğu halda, qərənfil oturaq yarpaqlara malik bir bitkidir və oturaq yarpağa malik olan bir bitkinin yarpaqlarını işığa çıxarması çətinləşir. Cevabımızı müəyyən edirik. A bəndi. İkinci sualla davam edirik. Verilən şəkil əsasının X-in yerinə hansı maddə yazıla bilər? X burada hansı maddələr ola bilər? Ümumiyyətlə təsvir olunub bizdə kökün sorucu zonasında olan əmcitel hüceyrələri və biz bilirik ki, bitki torpaqdan suda həll olmuş şəkildə mineral maddələri və suyu əmcitellər vasitəsilə qəbul edə bilər. Karbon qazı olmaz, üzü maddə olmaz, karbon qazı olmaz, lakin su və mineral maddələri bitki kökləri deməli əmcitellər vasitəsilə qəbul edir. Üçüncü sualımızla davam edirik. Zoğun 3 buğumunda 15 yarpaq var. Bu zaman bu zoğda hansı yarpaq düzülüşü müşahidə edilir? Deməli, əgər 3 buğumuna 15 yarpaq birləşmişdirsə, bir buğumuna x qədər yarpaq birləşər. X-i burada müəyyən edirik 5 yarpaq. Və bir buğuma əgər 3-dən daha çox, 3 və 3-dən daha çox yarpaq birləşirsə, bu bizdə topal düzülüşlü bir bitkinin olduğunu göstərir. Qarğa gözü, Oleander, Eladeya, qatır quyruğu kimi bitkilərdə topalı düzülüş, deməli, zoğ üzərində yarpağın düzülüşü topalı şəkildədir. Dördüncü sualla davam edirik. Doğru cavabı tapın. Kollar adətən bir illik olur. Xeyr, kollar adətən çox illik olur. Ot bitkilərin gövdəsi odunlaşmır. Bəli, ot bitkilərində gövdə odunlaşmır. Gövdə cinsi çoxalmada iştirak edir. Xeyr, biz bir bitkinin gövdəsi ilə onu yalnız qeyri-cinsi yolla çoxalda bilərik. Yarpaq köklə gövdə arasında əlaqəni təmin edir. Xeyr, gövdə köklə yarpaq arasında əlaqəni təmin edir. Doğru cavabımızı müəyyən etmiş oluruq. Buradan B variantı. Davam edirik 5-ci sualımız ilə. Lobiya bitkisinin həyat dövrünün sxeminə əsasən yanlış olanı seçin, qeyd edir. A burada çiçəkləmə prosesidir. Baxırıq, bəli, sxemdən görsənir ki, A çiçəkləmə prosesidir. Biz yanlış cavab axtarırıq. B çarpaz tozlamadır. Xeyr, B çiçəklərdə meyvənin əmələ gəlmə prosesidir. Yanlışdır, götürdük. İkiqat mayalanma C ilə ifadə edilib. Xeyr, C artıq toxumun əmələ gəlməsidir. Bu yanlış fikirdir. Toxumun cücərməsi D ilə ifadə olunur. Bəli, D toxumun cücərmə prosesidir. Y yarpaqlı yerüstü gövdənin inkişafıdır. Bəli, biz Y hissəsində də görürük ki, cücərmiş toxumdan yarpaqlı yerüstü gövdə artıq inkişaf edir. Bu da doğru fikirdir. Yanlışı müəyyən edirik buradan 2-3 olaraq. Doğru cavabımız A bəndi. 6-cı sualımızla davam edirik. Fəzada gövdəsinin vəziyyəti şəkildəki kimi olan bitkini müəyyən edin. Burada üzüm bitkisinə məxsus gövdənin şəkil dəyişməsi göstərilmişdir. Deməli, üzüm bitkisində gövdə şəklini dəyişərək bığcığa çevrilir və həmin o bığcıqların hesabına dayağa doğru dırmaşaraq öz yarpaqlarını işığa çıxarmış olur. Cavabımızı müəyyən edirik B variantı. 7-ci suala davam edirik. Şəklə seçən uyğunsuzluğu müəyyən edin. Təsvirdə X bizdə olacaq əlavə köklər. Y bizdə olacaq bu hissə daha aşağıdan çəkilməlidir. Deməli, Y bizdə olacaq yan köklər. Z bizdə olacaq əsas kök. Deməli, biz bilirik ki, gövdə və yarpaqlardan inkişaf edən köklər əlavə köklərdir. X gövdədən inkişaf edib, demək ki, əlavə köktür. Digər kök növlərindən inkişaf edən köklər yan köklərdir. Y isə digər kök növlərindən inkişaf edir. Bu olacaq yan kök. Z deməli bizdə əsas kök olacaq. Ona görə ki, toxumun şeim kökçüyündən inkişaf edir. Əsas köktür və bir bitkidə yalnız bir ədəd olur və təsvirdə də mil kök sistemi verilib. Burada da aydın nəzərə çarpır. Buna görə də köklərimizi müəyyən etmiş oluruq. İndi uyğunsuzluğu bizdən istəyir. Baxaq variantlarımıza. X kökü yarpaqdan da inkişaf edə bilər. Bəli, X əlavə kökdür. Əlavə kök gövdə və yarpaqdan inkişaf edir. Ona görə yarpaqdan da inkişaf edə bilər. Bu doğru fikirdir. Biz yanlış axtarırıq. Z kökü toxumun şeim kökçüyündən inkişaf edir. Bəli,
Biz bildik ki Z əsas kökdür və əsas kök toxumur şeyin kökçüyündən inkişaf edir. C variantı Y kökü öz kök növündən də inkişaf edə bilər. Y yan köktür. Əsas kökün üzərində, əlavə kökün üzərində, hətta yan köklərin özündən belə yan kök inkişaf edə bilər. Doğru fikirdir. D variantımıza baxırıq. Z kök növü birləpəli bitkidə olmur. Xeyr. Əgər bir bitki toxumla çoxalırsa, təbii ki, orada mütləq əsas kök var. Lakin birləpəli bitkilərdə saçaqlı kök sistemi olduğu üçün əsas kök aydın şəkildə nəzərə çarpmaya bilər. Yəni, zəif inkişaf edib digər köklər içərisində seçilməyə bilər. Lakin bitki toxumla çoxalırsa, təbii ki, burada əsas kök var. Deməli, Z kök növü birləpəli bitkilərdə olmur deyirsə, bu yanlış fikirdir. Təbii ki, toxumla çoxalan birləpəli bitkidə Z kökü növünə rast gələcəyik. Uyğunsuzdur D variantı. 8. Deməli, Lerikiya babası gilə gedən İlayda aşağıdakı ağac bitkisinin gövdəsinə yerdən müəyyən yüksəklikdə mismar vurur. Bu hissədən mismarı yerləşdirir. Və 6 il sonra bitkinin hansı hissələrində artım olacağını müəyyən etməliyik. Biz bilirik ki, bitki kökləri uç hissəsində olan törədici toxumanın hesabına aşağıya doğru uzanmış olacaq. Aşağıya və ya yanlara doğru deyək. Yəni, belə deyək, bu hissədən artım göstərəcək. Və bir də bitki gövdəsi təpə tumurcuğunda olan törədici toxumanın hesabına yuxarıya doğru uzanmış olacaq. Yəni X və Z hissələrində burada artım müşahidə edəcəyik. Çünki həm X hissəsində, həm də Z hissəsində törədici toxum hüceyrələri ucluqlarda yerləşir, uç hissələrdə yerləşir. Bu da uzunluğa doğru böyüməni təmin etmiş olacaq. Cavabımızı müəyyən edirik X və Z olaraq B variantı. 9-cu sualla davam edək. Müvafiq olaraq kökün yeraltı şəkil dəyişmələri necə adlanır? Birinci təsvirdə turp bitkisinə məxsus turp, çuğundur bitkisinə məxsus meyvə kök təsvir edilmişdir. İkinci təsvirimiz meyvə köktür, yenə yer kökü bitkisinə məxsus. Üçüncü təsvirimiz isə kök yumrusudur. Deməli, meyvə kök və kök yumrusu. Bunlar kökün yeraltı şəkil dəyişmələridir. 10-cu sualda uyğunluğu müəyyən edin. Bildirir. Birinci kartof bitkisinə, ikinci soğan bitkisinə, üçüncü isə çayır bitkisinə məxsusdur. Deməli, kartof bitkisinə məxsus olan gövdə yumrusu, soğan bitkisinə məxsus olan soğanaq, və çayır bitkisinə məxsus olan kökümsov təsvir edilmişdir. Deməli, təsvirimizdə birinci bitki, deməli, kartof bitkisinə məxsus olan gövdə yumrusudur. İkinci şəkil soğan bitkisinə məxsus olan soğanaqdır. Üçüncü şəkil çayır bitkisinə məxsus olan kökümsovdur. Və təsvirdə olan, əlavə məlumat olaraq qeyd edək, təsvirdə olan bu şəkil dəyişmələrin hər biri gövdənin yeraltı şəkil dəyişmələrinə aiddir. Cavabımızı müəyyən edirik. 1B, 2A, 3C buradan olur B variantı. 11-ci sualla davam edirik. Cədvəldə X-in qiymətini müəyyən edin. Yadda saxlayacağıq nəyi? Bir bitkidə yarpaq sayı qədər həmişə qoltuq tumurcuğu olur. Deməli, qoltuq tumurcuğunun sayı nəyə bərabərdir? Bitkinin zoğu üzərində olan yarpaq sayına. Əgər bizə gökə bitkisində X qədər buğum qeyd edibsə, öncə yarpaq sayını müəyyən edəcəyik. Həmçinin yasəmən bitkisində 2x qədər buğum qeyd edibsə, öncə burada yarpaq saylarını müəyyən edəcəyik. Deməli, biz bilirik ki, cökə növbəli düzülüşlü, yasəmən isə qarşı-qarşıya düzülüşlü bir bitkidir. Cökədə əgər bir buğum və x qədər buğum varsa, deməli, x qədər də yarpaq olmuş olacaq. Nəyə görə? Çünki bir buğuma növbəli düzülüşdə bir yarpaq birləşir. X qədər buğum varsa, x qədər də nəyimiz olacaq? Bizim yarpağımız olacaq. Yasəmən bitkisi isə qarşı-qarşıya düzülüşlü bir bitkidir. Əgər 2x qədər buğum varsa, yarpaq sayından da, buğum sayından da 2 dəfə çox yarpaq olacaq. Deməli, 4x qədər də bizim nəyimiz var? Yarpağımız var. Deməli, yasəmən qarşı-qarşıya düzülüş olduğu üçün buğum sayını 2x veribsə, yarpaq sayı 4x-a qalxmış olacaq. Və qoltuq tumurcuqlarının cəmini 30 vermişdir. Bizə qoltuq tumurcuğunu vermiş, bizə sanki yarpağın sayını vermiş deməkdir. Deməli, o zaman yarpaq sayımız da 30-a bərabərdir. Çünki yarpaq saplağı ilə zoğ arasında qoltuq tumurcuğu yerləşir. Həmişə yarpaq sayı nə qədərdirsə, qoltuq tumurcuğunun da sayı bir o qədərdir. O zaman qoltuq tumurcuğunu vermiş, deməli bizə yarpaq sayını vermiş deməkdir. Buradan cəmimizi bərabər edirik 30-a.
X-imiz bərabərdir 6-ya. X qiymətini müəyyən edirik 6 olaraq. Davam edirik 12-ci sual ilə. Verilən yarpaqlardan neçəsi mürəkkəb yarpaqdır? Birinci, barmaqvari mürəkkəb yarpaq. İkinci, sadə yarpaqdır. Üçüncü, tək lələkvari mürəkkəb yarpaqdır. Dördüncü, sadə yarpaqdır. Beşinci, üçər mürəkkəb yarpaqdır. Deməli, neçəsi mürəkkəb yarpaqdır? 3 yarpaq bizdə mürəkkəb yarpaq olacaq. 13-cü sualla davam edirik. Kök sistemləri verilib. Birinci bitki, deməli, mil kök sistemi, ikinci bitki isə saçalı kök sisteminə malikdir. Deməli, burada mil kök sisteminə malik ola biləcək bitkilərimiz ola bilər günəbaxan, zəncir otu və pomidor bitkiləri. Saçalı kök sisteminə malik ola bilər birləpəli bitkilərdən buğda və soğan bitkisi. Deməli, cavabımızı müəyyən edirik. 1 A, B, Y, 2 C, D olaraq. 14-cü sualla davam edək. Birinci uyğunluğa əsasən sual işarəsinin yerinə yazılmalıdır. Deməli, meyvə kök çuğundur. Verilib, biz bilirik ki, çuğundur bitkisində yeraltı kökün şəkil dəyişməsi meyvə kökü adlanır. Kök yumrusu hansı bitkidə ola bilər? Georgində. Deməli, soğan, soğanağa malikdir. Kartof, gövdə yumrusuna malikdir. Çayır, kök yumsova malikdir. Georgində isə kök yumrusu olacaq. 15-ci sualla davam edək. Uyğunluğu müəyyən edin. Birinci, deməli, üçər yarpaq, üçər mürəkkəb yarpaq quruluşudur. Bu, çiyələk bitkisində ola bilər. Noxud, deməli, tək lələkvari, üzr istəyirəm, noxud cüt lələkvari, itburnu tək lələkvaridir. O zaman buradan cavabımız qalır C və D variantları olaraq. İkinci bitkimiz, deməli, barmaqvari mürəkkəb yarpaqdır. Bu, atşabalı bitkisində ola bilər. Yəni Aşşabalıda buradan hamısında eyni verildiyi üçün bizdə yenə cavabımız C və D olaraq qalır. Və davam edirik. C variant, C bitkisi verilib burada bizdə tək lələkvari mürəkkəb yarpaq düzülüşü. Bu da ola bilər. Deməli, göyrüş bitkisində. Dərslik kitabında göyrüş bitkisinin tapşırıq qismində şəkli verilmişdir və orada tək lələkvari mürəkkəb yarpağa malik olduğu görsənir. Noxud cüt lələkvari olduğu üçün burada noxudu götürməyəcəyik və cavabımızı müəyyən edirik. A-ya çiyələk, B-yə atşabalıdır, C-yə göyrüş olaraq. Akasiya tək lələkvari, çiyələk üçər mürəkkəbdir. Ona görə cavabımız olur C bəndi. 16-cı sual. Robert Hooke'un hüceyrə adlandırdığı boşluqlar bitkinin hansı toxuma qrupuna aiddir? Robert Hooke ağacın mantar kəsiyinə baxmışdır. Orada arı şanına bənzər kiçik gözcüklər, hücrələr görmüşdü. Bunları hüceyrə adlandırmışdı və ağacın mantar kəsiyi ağacın dəriciyinin deməli dəricik toxumasına məxsusdur. Yəni örtük toxumasına məxsus olan hüceyrələrdir. Biz bilirik ki, yaşlı hüceyrələrdə örtük toxuması mantar, cavan hüceyrələr isə dəriciyə adlanır. Cavan bitkilərdə isə dəriciyə adlanır. Yaşlı gövdələrin üzərində mantarlaşmış qat örtük toxumasının hüceyrələrinə aiddir. Örtücü toxumanı müəyyən etmiş olduq. 17-ci sualla davam edirik. Deməli, X, Y və Z bitkilərini müəyyən edin qeyd edir. Birinci zoğunda olan buğum sayı N, birinci zoğunda olan yarpaq sayı N. Bir buğuma bir yarpaq birləşirsə, bu cökə bitkisinə məxsusdur. Çünki cökə ola bilər, daha doğrusu toz ağacı ola bilər. Yəni, bu növbəli düzülüşlü bir bitkidir. Biz də növbəli düzülüşlü bir bitkini toz ağacı, cökə, günəbaxan kimi bitkilərdən müşahidə edirik. Gicitgən qarşı-qarşıyadır. Ona görə çıxdaş etdik. Baxırıq Y-ə. Bir buğuma, N sayda buğuma 4 yarpaq birləşib. Yəni 4 N sayda yarpaq birləşib. Təbii ki, bu topalı düzülüşdür. Topalı düzülüş burada ola bilər. Aliandır. Yasəmən qarşı-qarşıya düzülüşdür. Topalı düzülüş bizdə ola bilər. Aliandır. Və aliandır, qarğa gözlü, qatır quyruğu, el adıya hər hansı birini verə bilərdi. Z-də bir buğuma 2 yarpaq birləşir. Bu da qarşı-qarşıya düzülüşlü bir bitkidir. Və burada ola bilər yasəmən, gicitgən, nanə, reyhan kimi bitkiləri deməli qarşı-qarşıya düzülüşlə müəyyən edə bilərik. Cavabımızı buradan müəyyən etmiş oluruq. C variantı. Deməli, X toz ağacı, yəni növbəli düzülüş, Y aliandır, yəni topalı düzülüş, Z yasəmən, yəni qarşı-qarşıya düzülüş. 18-ci sualla davam edirik. Verilən bitkilərin hansında ehtiyat qida maddəsi kökdə toplanmır? Yer kökü meyvə kökdür, burada kökdə toplanacaq. Kartof gövdə yumrusudur, burada kökdə toplanmayacaq.
Georgin kök yumrusu kök yumrusuna maliktir. Ona göre kökte toplanır. Çuğundur meyve köktür. Ona göre kökte toplanır. Gövde yumrusuna malik olan kartofun gövdesinde toplanmış olacak. 19. sualla devam edirik. Yanlış fikri müəyyən edin. Vegetativ tumurcuqda çiçək başlanğıcı olur. Xeyr, çiçək başlanğıcı generativ tumurcuqda olur. Bu bizdə yanlış fikirdir. B. Əlavə tumurcuqlar yan tumurcuqlara aiddir. Ümumiyyətlə, tumurcuğun növlərini müəyyən etsək, təpə və yan tumurcuqları olaraq müəyyən edirik. Yan tumurcuğun da növlərinə əlavə tumurcuqlar aiddir. Yatmış tumurcuqlara aiddir. Qoltuq tumurcuqlara aiddir. Bunlar da yan tumurcuğun növləri olacaq. Əlavə tumurcuqlar yan tumurcuğa aiddir. Bu doğru fikirdir. İki qonşu buğum arasındakı sahə buğum arası adlanır. Doğru fikirdir. Tumurcuğun pulcuğu şəklini dəyişmiş yarpaqlardır. Doğru fikirdir. Davam edirik 20-ci sual ilə. X-la hansı toxumaya aid hüceyrələr verilmişdir? X bizdən deməli törədici toxumanın hüceyrələridir. Kökün uc hissəsində yerləşir və kök üsküyü tərəfindən qorunur. Deməli X bizdə olacaq törədici toxuma hüceyrələri. 21-ci sualla davam edirik. Hansı bitkinin yerüstü zoğu tikana çevrilib? Üzümdə yerüstü zoğ bığcığa çevrilmişdir. Kaktus bitkisinin yarpağı tikana çevrilmişdir. Soğanın gövdəsi, gövdə və ümumiyyətlə belə deyək, gövdəsinin yeraltı şəkil dəyişməsi soğanaq şəklindədir. Yəni zoğun yeraltı şəkil dəyişməsi soğanaqdır, yerüstü şəkil dəyişmə deyil. İtburnu bitkisinin yerüstü gövdəsi bəli tikana çevrilmişdir. 22-ci sualla davam edirik. Toxumun cücərməsi üçün vacib deyil. Toxumun cücərməsi üçün istilik, deməli, oksigenin olması, rütubətin olması vacibdir. Lakin toxum cücərənə qədər onun yaşıl rəngli xlorofil pigmentinə malik hüceyrələri formalaşana qədər işığa ehtiyacı yoxdur. Bəli, istilik, hava, rütubətə ehtiyacı var, lakin işığa ehtiyacı yoxdur. 23-cü suala davam edək. Hansı bitkinin yarpaqları şəklini dəyişərək bığcığa çevrilmişdir? Sərv bitkisi çılpaq toxumu bitkilərə aiddir. Bunun yarpaqları şəklini dəyişərək pulcuğa çevrilmişdir. Adi şam yenə çılpaq toxumu bitkilərə aiddir və yarpağı şəklini dəyişərək iynəyə çevrilmişdir. Yemişan bitkisinin gövdəsi şəklini dəyişərək tikana çevrilmişdir. Lakin noxud bitkisinin yarpağı şəklini dəyişərək bığcığa çevrilmişdir. Cavabımızı müəyyən edirik. D bəndi. 24-cü sualla davam edirik. Birinci ağac, ikinci kol, üçüncü ot bitkisi təsvir edilmişdir. Burada ağac bitkisi ola bilər bizdə bir qoz ağacı, qoz bitkisi. Kol bitkilərinə misal göstərə bilərik. İtburnu, moruq, C və D-ni. Ot bitkilərinə misal göstərə bilərik. Gicitgən, bağayarpağı. 1-ə A, 2-yə C, D, 3-ə B, Y. Cavabımızı müəyyən edirik. A bəndi. Nəhayət 25-ci sualımız. Hansı bitkinin yerüstü gövdəsi bığcığa çevrilmişdir? Kaktusun yarpağı tikana, gövdəsi isə ehtiyat şirə toplayan, ehtiyat su toplayan gövdəyə çevrilmişdir. Yəni su toplayan orqana çevrilmişdir. Burada bığcığa çevrilməyib. İtburnu bitkisinin gövdəsi tikana çevrilmişdir. Noxud bitkisinin yarpağı bığcığa çevrilmişdir. Bəli, üzüm bitkisinin isə yerüstü gövdəsi bığcığa çevrilmişdir. Cavabımızı müəyyən edirik. C variantı.